Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş Pirseyidov Elnur Nasiroğlu 1993-cü il noyabrın 25-də Qusar rayonunun Avaran kəndində anadan olub. 2000-ci ildə Avaran kənd orta məktəbinin 1-ci sinifinə daxil olan Elnur 2011-ci ildə həmin məktəbi bitirmişdir. Vətən qarşısında müqəddəs borcunu yerinə yetirdikdən sonra həyatını orduya bağlamaq qərarına gələn Elnur, valideynlərinin xeyir duası ilə gizir kimi xidmətə başlamışdı. Elnur Pirseyidov 2020-ci il sentyabrın 27-sində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murov silsiləsi, Talışkənd, Füzuli istiqamətində uğurlu əməliyyatlarda iştirak edib. O, oktyabrın 8-də Suqovuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı Ağdərə istiqamətində qəhrəmancasına şəhid olur. Döyüşçü yoldaşları onun döyüşdə yaralanmasına baxmayaraq son nəfəsinə qədər döyüşdüyünü bildiriblər. Gizir Pirseyidov Elnur Nasiroğlu Qusar rayonu Avaran kənd qəbirstanlığında dəfn edilib. Ailəli idi. Bir övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elnur Pirseyidov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Suqovuşanın, Kəlbəcərin azad olunmasına görə medalları ilə və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilir.